Zülüm çəkirik, əziyyət çəkirik, orada bir uşaq yerləşdiririk. Hamiləlik xəbərini alırsınız. Elə bu xəstə üzərindən örnək verim, hamınıza deyirəm. Diqqətlə qulaq asın. Bax, analizin cavabı 100 çıxıbdı. Ondan sonra biz bir gün sonra bir də istəyirik. Dedi, doktor, olar mı yaşadığım rayonda verim, adını çəkmək istəmirəm bölgənin. Biz onsuz da deyirik ki, olar, problem yoxdur, amma düzgün yerdə verin. Düzgün laboratoriya olsun. Adamın cavabını 5 çıxardıblar. Yəni analizdə 100-dən sonra 5 çıxıbdı. Və xəstə qorxaraq, ağlayaraq bizə zəng eləyir ki, doktor, mənim hamiləliyim sonlandı mı, düşdü mü aşağıya? Biz əlbəttə ki, illərin təcrübəsinə dayanaraqdan dedik ki, heç bir dərmanınızı saxlamayın. Gəlin təzədən burada biz bir də baxaq. Bugünkü gün hissəni uşaqlığın içində görürük artıq. Yəni bu o deməkdir ki, biz şübhəyə düşsəydik, desəydik ki, alınmadı da, demək hamiləliyim pozuldu. Hansısa bir laboratoriyanın səhvindən dolayı sənin bu qədər çəkdiyin əziyyət boşa gedəcəkdi. İndi mən bunu izah edirəm. Mən sizə rahatlıq olsun deyə, gəl mütləq mənim xəstəxanamda analiz ver demirəm. Heç kimə deməmişəm, bundan sonra deyəsi deyiləm. Amma sizin də üstünüzə düşən vəzifə nədir? Gidin düzgün yerdə verin. Mən araşdıra bilmərəm. Bu Azərbaycanda o qədər laboratoriya var ki, hansı yaxşı baxır, mən nardan bilim hansı yaxşı baxır. Mən desəm ki, nə vaxtsa ki, gəl mütləq mənim xəstəxanamda ver, o düzgün bir şey deyil. O düzgün bir şey deyil. Aydın da amma nəticəni görürsən yəni. Az qalmışdı ki, bizim işimiz puç olsun, getsin. Biz orada güvənib desəydik ki, dərmanlarını dayandır, bu hamiləlik davam eləməyəcəkdi. Burada komandanın işçilərinin təcrübəsi və ümidsizliyə qapılmamaq. Sənin bu günləri kisənin içində uşaqlığın var. Xeyirli olsun inşallah. Şərri olsun.